Doktor, birdən çox estetik əməliyyatı eyni anda etmək nə dərəcədə risklidir? Qəşəng sualdır. Çünki eyni vaxtda bizə müraciətlər olur ki, məsələn deyək, burun əməliyyatı ilə sinə əməliyyatı və yaxud da sinə əməliyyatı, qarın əməliyyatı, və yaxud liposaksiya, qarın, sinə, qaş qaldırma əməliyyatları. Yəni bir çox modifikasyon əməliyyatları biz icra edirik. Eyni vaxtda etdiyimiz hər bir əməliyyatın özünün bir saatı, müddəti vardır təbii ki, və bunlar saat olaraq toplananda anestezi vaxtını, narkoz vaxtını artırmış olur. Təbii əməliyyatda pasiyentin qalma saatı deyilən bir sürə vardır. Bu kritik mərhələni aşmamalıdır və bütün bunların hamısı bizim tərəfimizdən qabaqcadan planlaşdırılır. Hər bir əməliyyat üçün ayrıca söhbət aparılır, müayinə aparılır pasiyent üzərində və bunların nəticələri ümumi olaraq əməliyyat üçün lazım olan əməliyyat paketi ilə bərabər incələnir, təhlil olur və qərar olaraq, yekun qərar olaraq həm anestezioloji tərəfdən, həm də narkoz həkimi dediyimiz həkim tərəfdən, həm də biz tərəfdən qarşılıqlı birgə şəkildə verilir. Yəni bir pasiyentin üzərində etdiyimiz, icra edəcəyimiz əməliyyatlar qabaqcadan planlaşdırmaya uyğun olaraq və təhlükəsiz, risksiz bir şəkildə icra edilib başa çatdırılır. Biz mütləq şəkildə bunların planlamasını öncədən edirik və əməliyyat vaxtı ola biləcək və yaxud da əməliyyatdan sonrası qarşılaşacağımız hər bir addımı planlayırıq, hər bir gedişatı, müalicə taktikasını və inkişaf taktikasını təyin eləmiş oluruq.